Sualımıza baxırıq. İbtidai icma dövrünə aid Zar, Kamiltəpə və Baba Dərviş yaşayış məskənlərinin yerləşdiyi əraziləri müvafiq olaraq müəyyən edin. Əvvəlcə xəritəyə baxaq, görək bizə hansı əraziləri verib. 1. Bilirsiniz ki, Naxçıvan ərazisidir. Qeyd edək Naxçıvanı. Naxçıvan ərazisidir. İkinci, Kəlbəcərə düşəcək. Kəlbəcər ərazisidir. 3 göstərdiyi ərazi Ağcabədi ərazisidir. Dördüncü ərazi Qazaxda yerləşir. Qazaxda yerləşir. Və 5 göstərdiyi isə Xaçmaz ərazisidir. İndi Xaçmaz ərazisidir. İndi biz suala bir də baxanda demək, Zar, Kamiltəpə, Baba Dərviş yaşayış məskənlərinin yerləşdiyi əraziləri soruşur. Naxçıvanda bunların heç biri yoxdur. Kəlbəcər ərazisində bilirsiniz ki, Zar mağarası yerləşir. 2-yə biz götürdük Zarı. Sonra Ağcabədidə 3-də Kamiltəpə ərazisi yerləşir. 3-ü götürdük. Və demək, Baba Dərviş Qazax ərazisində yerləşir. Burada götürdük 4-ü. Deməli, cavabımız 2, 3 və 4-cü. Yəni D variantı uyğun, düzgün variantdır.